Salam, mən Rauf Kazımov, həkim-uroloq. Bugünkü mövzumuz kişilərdə vaxtından öncə toxum tullama, başqa sözlə erkən boşalma barəsindədir. Xatırladım ki, erkən boşalma bir hökm deyildir. Erkən boşalmanın bir neçə səbəbi var və bu səbəbləri bir-bir izah edək. Birinci səbəb penis başı həssaslığının artmasıdır. Penis başını müəyyən bir sinir qidalandırır və bu sinirin adı cinsi orqanın arxa siniridir. Həmin sinirin orta hesabla 3-4 şaxəsi olur. Lakin erkən boşalmadan əziyyət çəkən kişilərdə bu sinir şaxələrinin sayı 7-yə qədər çatır. Növbəti bir səbəb erektil disfunksiyanın nəticəsidir. Belə ki, cinsi zəiflikdən əziyyət çəkən kişilərin gec-tez erkən boşalma ilə üzləşmə riski vardır. Başqa bir səbəb mərkəzi sinir sistemi tərəfindən serotoninin geri udulmasının sürətlənməsidir. Məhz bu fenomena görə serotoninin geri udulmasının inhibitorları erkən boşalmada yaxşı təsir göstərir. Digər bir səbəb qalxana bənzər vəzin funksiyasının artmasıdır. Belə ki, qalxana bənzər vəz funksiya artması, onun hormonlarının miqdarının yüksəlməsi hipertireozla nəticələnir və hipertireoz erkən boşalmanın səbəblərindən biridir. Və nəhayət, yekun səbəb sidik və cinsiyyət orqanlarında olan infeksion iltihabi proseslər. Bunlar balanopostit, uretrit, prostatit kimi xəstəliklərdir ki, bunlar da nəticə etibarilə erkən boşalmanı tətikləyə bilirlər.